Qan damar sistemi qanı hərəkət etdirərək onu bütün bədəndə paylayır və qanın funksiyalarını yerinə yetirməsini təmin edir. Bu sistem ürək və qan damarlarından təşkil olunmuşdur. Kütləsi 250-300 qram olan ürək döş boşluğunda sola doğru çəp vəziyyətdə yerləşmişdir. İnsan ürəyi 4 kameralıdır. 2 qulaqcıq və 2 mədəcik. Qulaqcıqlarla mədəciklər arasında taylı, mədəciklərlə damarlar arasında isə aypara qapaqlar mövcuddur. Məhz bu qapaqların fəaliyyəti sayəsində qanın bir istiqamətdə qulaqcıqdan mədəciyə, mədəcikdən isə damara doğru hərəkəti təmin olunur. Ürəyin sağ hissəsində venoz, sol hissəsində isə arterial qan olur. Venoz qan ürəyin sağ qulaqcığından sağ mədəciyinə keçir. Buradan isə ağciyər kötüyü başlanğıc götürür. Ağciyər kötüyü irəlidə iki şaxə ilə sağ və sol ağciyərlərə daxil olaraq burada kapillyar şəbəkə əmələ gətirir. Bu kapillyarlar alveolları əhatə edərək qazlar mübadiləsini həyata keçirir. Belə ki, alveol boşluğunda olan oksigen qana, qanda olan karbon qazı isə alveola keçərək orqanizmimizdən tənəffüs sistemi vasitəsilə xaric olunur. Venoz qan belə ki, arterial qana çevrilir və arterial qan 4 ədəd ağciyər venası ilə ürəyin sol qulaqcığına gətirilir. Sol qulaqcıqdan isə sol mədəciyə keçir. Buradan isə bədənimizdəki ən böyük arteriya olan aorta öz başlanğıcını götürür. Aorta öz gedişində arteriyalara şaxələnir. Bu arteriyalar isə orqanlara daxil olaraq kapillyar şəbəkə əmələ gətirirlər. Qan, oksigeni və qidalı maddələri çatdırdıqdan sonra maddələr mübadiləsinin son məhsullarını toplayıb ürəyin sağ qulaqcığına 2 böyük vena, aşağı və yuxarı boş vena vasitəsilə gətirilir. Beləliklə, böyük və kiçik qan dövranı adlandırılan bu dövranlar zamanı qan bədəndə dolaşır.